Bu kiçik balamız bir ay bundan qabaq mənə müraciət etmişdir. Boy çəki azlığı ilə, iştah zəifliyi ilə qurd invaziyasına bağlı müayinələrimizi etdik və müalicəyə başladıq. Bir aydan sonra artıq bizə gəldikdə biz çəkidə 2 kiloqram çəki artıqlığı gördük və boyunda 2 sm hündürləşmə hiss elədik və bu təbii ki 2 ayda bu qədər sürətlə boy artığı mümkün deyil. Təbii ki problem onurğada olduğu üçün onurğa əyilmələrində, kifoz, lordozlarda boy ağrının uzanması biraz da alçaq görsənə bilər. Ona görə uşaq bir aydır idmanla məşğul olduğu üçün, valideyn də mütəmadi idmana apardığı üçün və bizim də müalicələrimiz üzərinə gəldikcə 2 sm artıq boyunun hündürləşdiyini hiss edirik və bunu 6 aydan sonra daha yaxşı olaraq biz görəcəyik çəkisini və boyunun artıqlığını. Və buradan bütün izləyicilərə demək istəyirəm ki, evlatlarınızın idmanı ilə və hərəkətlərinə diqqət göstərin. Mütləq müalicə ilə bərabər idman hərəkətləri edilməlidir. O zaman biz boy artığını daha sürətlə hiss edəcəyik.